Değerli dostlar, hər vaxtınız xeyirli olsun. Bugün mən İzvan doktorun yanındayam. Bayaqdan həmsöhbət edirik. İstəyirəm ki, fikirlərini siz də eşidəsiniz. Buyur doktor. Mən də hər kəsi salamlayıram. Bugün doğrudan da mənim özüm üçün deyirəm, yəni mənim çox xoşdur ki, Fərhadla mən rastlaşdım və belə bir şəxsi ekrandan yox, şəxsən canlı tanıdım. Böyük hörmətim var. Ona bayaq bir neçə ifadə işlətdim. İstəyirəm ki, onu bütün bizim Fərhadın izləyiciləri də bu eşitsinlər. Mən Fərhadı Azərbaycan oğlunun bir örnəyi kimi görürəm. Və fikirləşirəm ki, Fərhad bizim Azərbaycanımızın gəncləri üçün böyük bir işlər görür. İnşallah. Onları ədalətli olmaq üçün, mərhəmətli olmaq üçün, vicdanlı olmaq üçün çox şeylər görür. Və ona görə də mən öz adımdan, bütün gənclər adımdan Fərhada təşəkkür edirəm. Salam aleykum. Allah sizi qorusun.